Bu biabırçılıq deyək, rəzalət deyək. Başqa bir yumuşaq bir açıqlaması yoxdur deyə düşünürəm də. Məncə Okan Buruk birinci növbədə orada səhv edir. Həmin oyunda öz yerində oynamalı Davinson. Abdülkerim Davinson oynamalı. Yəni 3-5 zaten Okan oynadırdı bu oyunu. Niyə birdən-birə orada dəyişmək ağlına? Burada Singo çox əla oynadı, yəni məncə. Öz qapısından vurdu gol xaricində Singo əla oynadı. 2 dənə oyunçu var isə Singo ilə Salah idi, əla oynayanlar belə deyək. Sən demiş Okan yerli liqada o krizisdə düşmür. Demək olar düşmür də. Nə bilim, yəni ildə maksimum 10 dəfə düşərdi o krizis anında deyək də. Çünki liqada futbolun önünə keçən çox şey var. Futbol artıq 3-cü, 4-cü planda qalır. Ona görə də Avropaya çıxan kimi artıq gah hakimdən danışırlar, gah oyundan bilirlər. Həqiqətən hər şey belə mental məsələyə gəlir doğrudan. Yəni bu adamlar öz liqalarında inanılmaz aşağı səviyyəli bir şeylə məşğul olurlar da belə deyək də. Sən demiş futbolla məşğul olmurlar, masa başı oyunlarla məşğul olurlar, nə bilim bir-birinə söz soxmaqla məşğul olurlar.